Değerli şagirdlər, bu günlərin buraxılış imtahanına, yəni 9-ların buraxılış imtahanı üçün bilirsiniz ki, çoxlu sınaq videoları çəkdik və artıq onlardan sonra bir dənə qrammatikanın da təkrarını verək. 100 dənə testin izahını verəcəm, çalışacağım. İndi nə qədər verərik, hələ ki 100 deyə başladıq. İnşallah 100 üçün də imkan olar. Deməli, yoldaşlar, ilk sualdan başlayaq. Başlayaq görək məsələ nədir? Birinci sual possessive case, yəni yerlik hala dair bir sualdır. Birinci suala baxıram, fond of gəlib, olmaz. Yəni hər sualda müəyyən qədər izahlar da verək. Bilirik ki, apostrof S-dən sonra nə gəlməlidir? İsim. Apostrof S-dən sonra əgər sifət, zərf, fiil, say varsa, bu yerlik hal deyil. İndi bəzi yoldaşlara sifət plus isim gələrsə, bu zaten ismi birləşmə adlanır. Yəni bu olar. Going gəlib demişik ki, apostrof S-dən sonra ing gələrsə, olmaz, getdi. B-də belə getdi. Ümumiyyətlə demişik whose, what's, yəni vs olanda da yenə də olmaz, C-də getdi. Moons düzdür, earth düzdür. D variant düzdür. She's, his variantları da demişik ki, səhvdir. Baxırıq ikinci suala. Madagaskar adadır, bir dənə adadır. Adalar qrupda olmadığına görə heç nə qoymayacaq. Afrikada qitə materik olduğuna görə heç nə qoymayacaq. C variantı bizim variantımızdır. Baxaq üçüncü suala. Üçüncü suala bilirik ki, bu nadirdir. Nə bilim, earth'dür, word'dur, moon'dur, sun'dur. Bunlar Z artiklından işlənir. Bunu bildik. Həmçinin last malsa da heç nə qoymayacaq. Bunda lastda bilirsiniz ki, lastda next heç nə qoymuruq. Cavab olacaq B variantı. Deməli, bu C, bu da D. Aha. Deməli, baxaq dördüncü suala azələrlə bağlı bir sual. Materials birinci isimdir, ikincisi cəmdədir. Yəni, bu iki qayda hələ ki mənə lazımdır. Ən artiklından cəm işlənməz getdi. Azərs isimsizdir ki, isimsizdən işlənir, getdi. Every'dən sonra cəm gəlməlidir, deyil, tək gəlməlidir, getdi. Qaldıq Z, AZ-nin azər arasında. Baxırıq, burası Sama. Samdan sonra bilirik ki, baxın yoldaşlar, biz nə bilirik? Samdan sonra bilirik ki, article gəlməz. Ona görə Z-də getdi, cavabımız olacaq B variantı. Baxaq 5-ci suala. 5-ci sual biraz qəşəng. Biraz yox, yaxşı sualdır. Baxın, uncle var. Uncle nədir? Canlıdır. Ona görə çox adam deyir ki, 1-2 götürər. Səhvdir yoldaşlar. 1-2 cavabı səhvdir. Nə üçün səhvdir? 1 düzdür. Əslində, yəni, baxaq. Deyirik ki, əslində. Bir saniyə buradan yeni bir səhvə yaradaq. Əslində deyirik ki, canlı olanda işlədəcək nə? Who, whom, whose, bir də zət. Zət həm canlılarla işlənir, həm də cansızlarla işlənir. Who'dan sonra gəlməlidir nədir? Fiil, yəni xəbər. Whom'dan sonra gəlməlidir mübtəda. Who'dan sonra nə gəlməlidir? Who'dan sonra gəlməlidir isim. Çünki whose nə yaradır? İsmi birləşmə yaradır. İndi yoldaşlar, baxaq. Gəlin baxaq bu suala. Sualı gördüyünüz kimi həz gəlib. Ona görə whom işləmir. Çünki whom'dan sonra mübtəda olmalıdır. Bir üç variantını götürəcəyik. Yəni B variantı. Gəlin yoldaşlar, baxaq 6-cı sualın izahına. 6-cı sual belədir. Students, teachers. Baxacaq bura teachers-ə. Daha doğrusu yox. Belə bir şey. Baxaq, students, teacher. Came from, didn't. Baxaq. Deməli, yoldaşlar, ikinci tərəfi teachers-a görə qoyacaq. Birinci tərəfdə apostrof S of kimidir də. Baxırıq əvvələ, yəni bu tərəfdə əvvələ baxacaq. Ona görə birinci tərəf verəcək this. Ya da zət də verə bilərik, heç bir şeydə, yəni cəmləri çıxaq. İkinci tərəfdə isə onu cəmlə əvəz eləməliyik. Çünki teachers-ı əvəz eləyəcək. Ona görə verəcək istəyək. Paptu qaydamızda deyək, çünki burada itlə hi olmaz, birinci it olmaz, heç yəni paptu qaydaya falan da ehtiyac yoxdur. Baxaq 7-ci suala. 7-ci sual nədir? Nida cümlələri. Əla. Nida cümlələrinə dair suala baxaq. Bax, ilk öncə
ilk öncə bir dənə səhv axtaraq. Knifes'dan E artikli olmaz. 3-ü çıxırıq. İkinci tərəfdə bax, başqa səhv hələ ki, yəni tam gözə çarpacaq bir səhv hələ görünmür. İndi baxaq. How the knife is burada is var. Deməli, onsuz da burada bir dənə mübtəda olmalıdır da. Burada əlavə bir itə ehtiyac yoxdur. 4-ü ona görə çıxacaq. 1-2 bizim cavabımız da A variantı cavabdır. Baxaq. A lot of flour. Bizdən nə istəyir 8-ci sualda? Zero qoymalıyıq. Baxaq. Burada cavab olacaq. Hətta egoya da baxaq. Evik ego. Deməli, mən burada mənim mesaj verir. Deyir ki, keçmiş zaman qoy. Gəl variantlarımıza baxsaq. Zero və a lot of flour. Həmçində tək qoyacağıq. İz getdi, həzbin getdi, ar getdi. Qaldı fozur. Təkdə qoyacağımıza görə cavab olacaq B variantı. İndi gəlin baxaq 9-cu suala. Nick didn't phone us. Deyir o. Çünki məşğul idi. D variantı. Baxaq. While varsa hər iki tərəfə nə qoyacaq? Hər iki tərəfə davam edici qoyacaq. O da yoxdur. O da olmadığına görə bir tərəfə keçmiş davam edici, bir tərəfə də sırf keçmiş qoyacaq. O da C variantında özünü göstərmişdir. On Friday. Bunu dəqiq bilir ki, D olan hər yerdə 10 qoyacaq. Dubai'də nədir? Dubai'də aslında burada 10 yox. Sualı sizə ünvanlayıram, görün nə deyəsiniz. Çünki burada cavab bir məsələ var. Neyse. Attract a lot of visitors keçdi qabağa. Keçdi qabağa villada bir verəcəksən. X bir şey yox, a lot of visitors yox. Would be yox, will be. Y variantı olacaq. Qaydacam uşaqlar. Rahat olmayın. Sadəcə biraz baxın bu suala. 20-ci suala falan qaydacam o suala. Remember travelers. Ofdan əvvələ baxıram. Ofdan əvvəl deyir ki, təkdir. Təkdirsə visits və has qoymalıyam. 3, 4 qoymalıyam. Cavab Y variantı olsun. Və ya last summer. Last summer keçmiş zamandadır. Bəli. Baxaq, does olmaz, has olmaz. Will bisi yoxdur, ümumiyyətlə bu da olmaz. Didn't travel ikisi eyni anda olmaz. Dedə gedəcək. Cavabımız olacaq C variantı. Afraid, are wolves, afraid oflan işlənir. Bunu zaten əzbər bildik. A variantı. Irregular, verse. Answer da olur. Bunu dəqiq bildik. Play da olur. Bunu da dəqiq bildik. 1-2 variantı bizim variantımız olacaq. 1-2 hardadır? 1-2 A variantıdır. Baxaq. You are always zen olduğuna görə nə qoymalıyam? Müqayisə. Müqayisə dərəcəsi qoyacağım. Baxaq. Olacaq. More than luckier eyni yerdə işlənməz. Baxaq. Match olmaz. Üstünlük olmaz. Aid dərəcədə olmaz. Cavab olacaq Y variantı. Baxaq. Passive can't be changed. Yəni dəyişə bilməyənlərə. Baxaq. Deməli yoldaşlar. Birincisi was, at var. Yəni özündən sonra birbaşa əgər pronoun, preposition gəlsə olmaz. Biri götürək. Bir bizim cavabımızdır. She bought nothing. Nothing olar. İki yəni düzgündür da. Əslində biri belə götürək. İkini çıxaq. İkini çıxdıqda D-ni çıxacaqsan, B-ni çıxacaqsan, C-ni çıxacaqsan. Əslində 3-4-də də 1 yoxdur deyə cavab A olacaq. Gəlin 3-ə baxaq. Called isə ambulance 4-də gələr qabağa, yəni tamamlıq var. Had to leave. Bu da feili. Təzədən feili necə tamamlıq edeyim və at var. Had to leave var, at. Yəni gəldiyinə görə 1-3 mənim cavabımdır. İndi baxaq. She baxaq. When var. Gözəl. Will go, abloş, go, will abloş, would go, abloş,
when published. Əla. Deməli, dəyərli yoldaşlar, burada çox sadə. Bax, would-la indiki zaman işləməz. Çünki, baxın, belə olmadı. Ya keçmiş, ya indiki. Yəni, necə deyim, bu indiki zaman kimi götür bunu. Bunu da keçmişə nəzərən gələcəkdir. Bunu da keçmiş kimi götür. Yəni, belə zənn elə. Will go-in abluş olar. Go-in will abluş olmaz. Çünki ben tərəf ola bilməz. 3-ü çıx. Would-la abluş olardı. Çıx. 2, 4, 1, 4 olacaq cavabımız. Yəni, C variantı. Then woman. Kim? Özündən sonra da you gəlib. You nədir? Mübtəda. Mübtəda olduğuna görə artıq proxumu verərəm. Yaxşı, məsələdə izah eləmişdim. Demək, gəlin baxaq 21-ci suala. Yox, qaydaq. Yəqin ki, artıq siz fikirləşdiniz suala. Qaydırıq 11-ci suala. Deməli, yoldaşlar, burada sazan gibi mən bayaqlara atlamışdım, 10 yazmışdım. Buna yox. Tərcümə edək. Will əslində stay-də ətrən işlənir. O idi, bu da onunla işlənir. A variantını nə qəşəng yazardın əslində. Amma yox. Deyirik ki, coğrafi yerli şəhərlər ilə işlənir. Məsələn, I live in Baku. Until Friday də burada nə üçün verəcəyik? Bu hadisənin müəyyən vaxta qədər davam etdiyini bildirmək üçün. Məsələn, will stay until Monday. Biz buralara bazar ertəsinə qədər qalacağıq. Ona görə cavab olacaq in və until. Yəni B variantı. Deməli, yoldaşlar, keçək 21-ci suala. Bay var burada. Oy, bay. Deməli, burada neçənci sualda baxırdıq? 21-ci suala. Bay olduğuna görə P2 verəcəm, written verəcəm. Yəni, bu şey, o Cerond olan dərs aidi idi. Yəqin ki, yadınızda var. Bay olanda ing yox, P2 verəcəksiniz. Deməli, early age. Bax, bu sualı haradasa görmüşdüm, 22-ci sualı. Deməli, 23-cü sualı early age-ə, özdə bu da sait olduğuna görə an article verəcəm. Age of 5. Of-a görə də bura Z article verəcəm, D article. And D olacaq cavab, yəni B variantı. İndi baxaq. Burada yenə nida cümləsinin fərqli bir versiyası olan sualdır. Beautiful beach. İlk öncə bilirəm ki, bu nə? Beautiful beach nədir? İsmi birləşmə. Bunu bilirəm. İsmi birləşmə olduğuna görə havaları çıxardıq. C-lər çıxdıq. What-la Z işləməz çıxdı. Burada beach də cəmdə olduğuna görə E article-da getdi. Cavabımız olacaq D variantı. Baxaq 24-cü suala. Əla. 24-cü sual. My sister. Özündən sonra to gəlib. Modal feillərə dair deyəsən bir sual olmalıdır. Aha. Demək. Kəndimi can, can't, must. Bunlar to ilə işlənməz. Ya is able to olacaq, ya has to olacaq. Gəlin baxaq. My sister to cook tasty meals, but I am not. Deyir, mənim bacım yaxşı pişirməyi bacarır, amma mən yox. Yəni, bacarmalıdır, yox da, has to malıməlidir. Ona görə bu da gedəcək, cavab olacaq Y. Is able to. 25-ci suala gəlin baxaq. 25-ci sual. Who is old man standing over there? Over there-ni görən kimi ya those verəcəm, ya da that verəcəm. Old man-də təkdə olduğuna görə Z verəcəm. D variantı. Gəlin quraq. Başlayaq. Our parents have cancelled our visit to History Museum. 5, 1, 3, 4, 6, 2. Yəni D variantı. The tourists. İndi baxaq. Choose the correct variant. In the Maldives soon. Tourists. Tourists ilk öncə turistlər. Cəmdə deyir, rich olmaz.
Burada zamana dair bir sualdır. Soon olduğuna göre gələcək zaman deyəcək C variantı. Baxaq buna. Already var. Already olduğuna göre çok basit bir sual. Ana has visited vermək. Hətta have visited olar. Prosta Umudovaya göre, yəni 3-cü şəxsin təşkilinə göre C variantı verəcəm. Baxaq 29-cu suala. 29-cu sual passive voice-a dair bir sualdır. Baxaq. Deyək düzgün passive voice seç. Aha. Burada was difficult vesaire bilaxır. Düzgününü seçməliyik. Was the bag found yesterday yours? Burada əslində tamamlıq qulağa keçmir. Biri çıxaq. B gedir, A gedir, hətta C də gedir. Qalıq 2-3 ya da 3-4. The enemy troops have been stabil olmalı. Have been troops və ya da troops have been belə 2 də getdi. Cavab olacaq 3-4. Demək, baxaq, apologized bu 3-cü qrup feillərdir. Yəni to ilə işlənən feillərə aiddir. To say. Apologized for yox. Burada for var. Üzrü sayın. Mən elədim complex object for var. For nədir? For preposition. Preposition'dan da sonra nə gəlir? Gerund. İndi baxaq. While təbii ki burada da nə qoyacağıq? Field self while watching. A variant. Demək, baxaraq passive voice ilə seçilir. Will dig. Farmer will dig the field. The field keçir qabağa. Field keçdi qabağa. Will be dug. Birinci görək bu harda yazılıb. Would be bu D səhvdir. Will be dug A variantı. Demək, baxaq 33-cü suala. Close meaning. 33-cü sualda cavab bir important. Bir də necessary, vacib önemli. 1, 4. C variantı. Parents said that we, haduntu anadan gəlmə səhv. We ilə has to işlənməz. Out'un tusu yoxdur. At party. Burada da bir zaman bildirir, ona görə B variantı. The coach didn't let. Let olduğuna görə heç nəsiz qoyacağım. C variantı. Baxaq 36. Gün passivə dair həqiqətən çox sual var. Qəşəng. Demək, baxaq. Baxaq nəyə? Are the gold jackets made by Zara stylish? Was the fruit? Baxaq. Burada bizi çaşdırmaq istəyib are these verib. Yəni Zara versəydi, çıxardardıq. Amma baxaq. 4'ü götürək. 4'də çaşmayaq. Sonra bir də baxaq. Was the fruit picked? Əslində qabağa keçməyib də. Tamamlıq. 2-ni çıxardaq. B gedir, D gedir. Sonra are the gold jackets. Burada da eyni məsələdir. 1 getdi, qaldı cavab 3 və 4. Yəni C variantı. Baxaq. The letters 2 var burada. Can to ilə işləməz, may to ilə işləməz, must, should işləməz, have to. 37 Y variantı. Demək, baxaq 38-ci suala. Bu da yeni düzəldim. Demək, brain is mending broken. Can you help? Help nədir? Fiil. Fiildən sonra nə gələr? Fiildən sonra obyekt al gələr. Him, D variantı. Latviya ölkədir. Ölkələrin qarşısında heç nə qoymuruq. As the Republic of Latvia, Baltic States. Baltic States-ə də Z artiklı qoyuruq və C variantı var. Çünki States. Niger has opportunity global mass. Of var. Of'dan sonra gerund gələr B. 44-də yenə can be changed. Bu dəfə çevrilə bilər. Georgia is famous. Georgia is famous for its
Hachapuri. All the students should follow school. İki olar. Düzdür. Uğur has science lesson twice a week. Has science lesson twice a week. Zaman zarfı. Yox, daha doğrusu twice a week. Uğur has science. They put 20 candles can be changed. Candles on the birthday. 4 dolar, 2-4 variant. I didn't understand. Complete the sentences. Sual sözündən sonra birbaşa mübtəda. C getdi. D getdi. Y getdi. Why she had behaved so? What she had behaved olduğuna görə burada da had did A variantı. Baxıram, our English teacher was very glad all the students had done last exam deyir. Onlar çox şad idilər çünki yaxşı yazıblar. Because deməli, passive voice. Baxaq, expensive var. Sifət getdi. Biz sifət olanda olmazdı uşaqlar. Yəni ki, bunu hamımız bilirik. Burada da silk var. Getdi sifət. Bir daha da sifət yox. Çox üzr istəyirəm. Are there var. Zera zerisi olanda da bilirsiniz ki, gedir. Getdi. 1-3 cavabdır. B variantda mənim cavabım da. Yenə nida cümləsi. Buna görə ki, is it olmaz. Sual cümləsi yaradır. Getdi. 1 getdi. B getdi. They are. Baxaq. Hamıda employed. Z artikeldən 4 işlənməz. Yəni, votla Z artikel işlənməz. Üzrü sayın. Getdi. C bizim cavabımızdır. Baxaq 46-cı suala. 46-cı suala deyir ki, düzün sual cümləsini sinib. Aha. What did invent? Baxaq. İlk öncə olaraq ha. Mən 4-də səhv gördüm, çünki sual sözü əvvəl gəlməlidir. 4-ü çıx. Sonra who invented? Who was the first? Didn't. Əsas kömək verdi, yanaş gəlməz deyə 1-2 B variantı. Make-up sentences qalsın. Şolar özünüz şikayətsiz. Make-up sentences-də. Much floor. Düzgün deyir variantı seçin. Elotun ofu yoxdur. Mən burada 3-ü rahatlıqla səhv kimi gördüm. A, D getdi. FU-dan sonra cəmlənməli idi. 4-də getdi. Sonra indi baxaq 1 də düzdür. Çünki Boston floor işlənər. Cavab olacaq B variantı. Every morning heard ya da singing olacaq ya da singing özü olacaq. Yəqin ki cavab burada singing özü olacaq B variantı. Sonra baxaq 50-ci suala. Yarladıq sualı. Of the girls, of olduğuna görə was-a baxacaq. Was-a təkdir. Tək olduğuna görə cavab every ilə də of işlənməz. Yəqin ki burada təklərlə işlənən nice olacaq. Y variantı. Doesn't show bird. Pigeon, swallow, parrot. Bunlar üçün də bilirik. Burada kəpənək sözü olmaz da. Yəqin ki D variantı. Your goals help you to study much. Much nə deyir? Deyir mənə müqayisə ver. Müqayisə də burada C variantında da more than better eyni yerdə işlənməz. Baxaq, drafts played by 2 people. Cəm verməliyəm. 2-3. Drafts by 2 people. Bu cəmdirmi? Bu adam adıdırmı? Is played or bu sual qalsın. Doesn't go others. 20. Burada olacaq cavab. A piano fluid kitabından hamısı şeydir. Size bu played sırıtır biraz. Make-up sentenceler özünüzə. This passive voice. This plant qabağa keçəcək. Used, were used to. Plant olduğuna was used olacaq. D variantı. Elon Musk is. In the word varsa, in varsa üstünlük verəcəksən.
üstünlük verəcəyin üçündə the richest olacaq cavab. She A-tüntüsü yoxdur, getdi. She ilə have to işləməz, getdi. She A-tüntüsü yoxdur, getdi. Had to-ya baxaq, last week olacaq, had to olacaq. A big tease, tease ilə A article işləməz, getdi. Big tease you have you axtarıram, getdi. Big tease ismi sifət nə idi? İsmi birləşmə var, getdi. How the big tease ya da how big tease-in ismi birləşmə var, getdi. C variantı mənim cavabımdır. Oyda, baxaq 60-cı suala. Sonra, deməli 60-cı suala deyir. A choice would you make you happier? Burada cavab olacaq. Choice olduğuna görə which, yəni nə? Və bizə bir isim var. İsim olduğuna görə ondan ismi birləşmə yaradacaq which var. Rusya, yəni Rusya deyir, ego var. Ego olduğuna görə bombed. Interested in var. In olduğuna görə nə olacaq? Playing gerund. Nice nor. Eyes nor diye bir şey yoxdur. Boss or diye bir şey yoxdur. Nice or diye bir şey yoxdur. Has olduğuna görə, boss and cəm olacağına görə getdi. Cavab olacaq B variantı. Demək, cavab 64. Cavab 64-də baxaq. Yəni sual 64-də baxaq. Deyir, Column had to swim to cheer on. Söz təsdiq, cümlə təsdiqdə olduğuna görə nice gedər. Bir dənə də ayzə görsəm, yəni tadından yenməz əslində. Yaxşı, so did, had to var. Had to ilə did işlənir. Have olsa, bir dənə də have atsam, iş düzəcək. 1, 4 olacaq cavab, yəni C variantı. Demək, baxaq 65-ci suala. Özündən sonra nə gəlir? Were gəlir. Aha, əla. Bir də about gəlir. About nədir, yoldaşlar? About sonunda elə bir sözünün gələndə who what işlənir. 3, 4 işlənəcək. Yəni D variantı. She didn't eat anything. She was fasting. Deyir. Burada cavab olacaq. Nə olacaq? Cavab as olacaq və because olacaq. Çünki heç bir təzad yaratmağa ehtiyac yoxdur. B variantı. İndi baxaq. There are many deers in Şirvan Park. Yəni burada bir there are many deers. Many ilə deers. Deers cəmlənməz. İndi fikir verirəm. Getdi. There is a few deer. Deyirsən, niyə a few olsun? There are a few deer. C düzdür. There was some deer. Təşkil cəm olmalı. C var A article-la vermə gəzir. Cavab olacaq C variantı. Baxaq. 68-ci suala. A lot of cattle. Bildiyimiz kimi cattle cəmdir. Bu heç. Və in 1992 deməli ona görə verəcək E variantı. Baxaq. Modal fiillər. Düzgün modal fiili verməliyəm. Burada bir to var. To olduğuna görə will nə gəzir? Did ilə had nə gəzir? Had özündən verməz, did ilə ax verər. Had özündən verməz, ona görə cavab olacaq B variantı. Baxaq 60-70-ci suala. Reserved social frantic. Bu da əslində sadə bir sualdır. Bunu da sizin öhdəliyinizə vermək istəyirdim əslində. Birə olacaq slow and traveling and on feeling. Birə B. Tərcümələrini buradan yeni slow and unwilling show feelings. 2 A olacaq. Social, yəni enjoyed spending with others, yəni sosial da. Frantic də unable control, emosiyalarını kontrol edən. Bu da olacaq C. Bu da hansı variantda? BAC. Görün də. Görün hansı variantda var. BAC var D variantında. Make up sentences qalsın özünüzə. Bu yenə ay Allah. A ilə children işlənməz. Bütün arzu axtarıram, çıxardım. Could children olmaz. What could children they are? Children-dan da iz işlənməz. B mənim cavabımdır. Oy. Yoldaşlar, indi baxaq 73-cü suala.
Deməli 73-cü sualda nə istəyir bizdən? Tense form təbii ki. Baxaq burada görək bizə nədir? By the time. Burada deyir ki, by the time deyir ki, qardaş keçmiş bitmiş bir Y variantı. Sitting on the sofa was only sitting the armchair. Burada 74 table burada in olur belə bir şey. Baxaq, demək mother hurt. Baxaq verək də, baxaq her versək qara işləmiz ya dur, baxaq bir saniyə. Mother hurts olmalıydı da, a getdi. Hurts olmadı, b getdi. Qaldıq bunların arasında. Her-lə to işlənməz, hurts-lə to işlənməz. Çünki bu obri variantlara aiddir, D variantı. Obri variantlar dediyimdə yoldaşlar, yəni to ilə işlənib cərcələrdə bunu əzbər bilənlər üçün artıq interrogativ səndə. How many hotels bizim nəyimizdir? How many hotels bizim sual sözümüzdür. Deməli, hotels-la voz getdi. Hotels-la arz olmalıdır. Çünki bu mübtəda xəbərin yer dəyişməlidir, getdi. Bu da eyni variant getdi, getdi. Baxaq, 77-ci sual. 77-ci sualda go to the state. Baxaq, where? Complete the sentence. Birbaşa mübtəda qoyacağım. 1-3 variantını, daha doğrusu birbaşa mübtəda. Z işlənməz burada. Getdi 1-4. Şurada 78. 78. Jordan's family. Tense form deyir. Before var. Before var. Deməli, before olduğuna görə bir tərəfə had moved, bir tərəfə keçmiş bitmiş zət ver. D variantını qoy. 79-a özündən sonra mübtəda falan yoxdur. Özdə inkardadır, anything yapışdır. Student in our class the most diligent. Z qoyacaq burada, çünki bu ailəli cəmlənib. Bu da nədir? Üstünlük dərəcəsi. Uşaqlar, məndən 81 sual. Çünki nə bilim, biraz 20 sualda Telegram kanalına baxıb atacağım ora. İşləyərsiniz. Sağ olun, salamat qalın.